Gəldik çıxdıq InDesign'ın əsas funksiyalarından birinə. Çox səhifəli fayl yaratmaq və bu səhifələri idarə eləmək. Hər şeyi sıfırdan eləyək ki, biraz da təkrar eləmiş olaq. Bu dəfə birinci dəfə biz A4 sonra A5 formatla işlədik. Bu dəfə də düşünək ki, bir kvadrat kataloq hazırlamaq lazımdır. Bizdən müştəri kvadrat layout istəyibsə, 210-un 210-a səhifə sayı da nə qədər olsun? Olsun 20. Ümumiyyətlə bir qaydanı indidən yadda saxlayaq. Çap materialı, çox səhifəli çap materialı səhifə sayı 4-ə bölünən olmalıdır. Təbii ki, istisna hallar həmişə mümkündür, amma ümumi qayda budur. Ona görə də biz səhifə sayı yaradanda 12, 16, 20 və s. bu məntiqlə hazırlayırıq. Create elədiyimiz anda kvadrat artboardumuz yarandı. Və bizim elə Illustratordan, Photoshopdan da əsas fərqimiz burada olacaq ki, burada çoxlu səhifələr var, hansı ki, sağ tərəfdə Pages səhifəsində bu səhifələri görə bilirik. Uzanıblar aşağı doğru, 1-dən başlayır, 20-də də bitir. Təbii ki, biz burada ancaq hal-hazırda bir nömrəli səhifəni görürük, amma klaviaturadakı Ctrl- Ctrl-çıx işarəli hotkey ilə uzaqlaşdırsaq görüntünü və scroll eləsək aşağı doğru, doğrudan da bu 20 səhifəni cüt-cüt Facing Pages məntiqi ilə aşağı doğru uzandığını görə bilərik. Gəlin baxaq ümumiyyətlə görək Adobe bizə Pages səhifəsində hansı işləri, hansı imkanları təklif eləyir. Biz öyrəşmişik adətən bizim workspace-imizi belə düzənli, sistemli şəkildə saxlayırıq. Amma Pages səhifəsi ilə işləyəcəyimizə görə gəlin bunların hamısını belə bu şəkildə, daha doğrusu pəncərəni bütövlükdə qoyaq bura, digərlərinin hamısını isə ümumiyyətlə yığışdıraq getsin. Bunu yığışdıraq getsin. Sanki tamamən Focus Pages səhifəsində olsun. Əla, baxa görək səhifələri necə idarə edə bilərik. İlk başlayaq. Photoshopda da əslində biz bu məntiqi yoxlamışdıq. Yadınızda demişdik ki, hansısa bir alətlə işləyəndə sağ düyməni basanda açılan bu kontekst menyuda gördüyümüz o funksiyalar ən çox istifadə edəcəyimiz funksiyalardır. Yəni Adobe InDesign'ın istehsalçısı olan Adobe şirkəti bunları vacib, aktual bilib kontekst menyu, yəni mouse'un sağ düyməsini tıklayarkən açılan bu menyuya yerləşdirib. Başlayaq elə Insert Pages-dən, yəni səhifə əlavə etməkdən. Biz əvvəldən iş prosesində, əvvəldən nadir hallarda tam belə əmin oluruq ki, bizə 20 səhifədən ibarət bir dizayn materialı lazım olacaq. İş prosesində bu səhifə sayıları arta bilər, azala bilər. Birinci elə artımdan başlayaq. Aşağıdakı plus işarəsini tıkladıqca hər dəfə tək-tək hansı səhifədə yerləşirdiksə, plusu basdıqca hər dəfə ondan sonra səhifələr aşağı doğru artı getməyə başlayacaq. Yəni məsələn 24-cü səhifəni tıklayım, plusu basım, 24, 25, 26. Fiziki olaraq da bunlar bir-birinə oxşayırlar. Amma yəni bu şəkildə artıra bilərik. Təbii ki, atdığımız addımları hər zaman Ctrl-Z, macOS-də isə Command-Z-lə geriyə qaytara bilərik. Amma məsəl üçün 1-2 səhifədirsə tamam onu plus işarəsi ilə biz əlavə edə biləriksə, səhifə sayı daha çox olacaqsa, yəni müştəri deyir ki, məhsul sayı 2 dəfə artıq, ona görə də kataloqumuz 20 deyil də 40 səhifədən ibarət olacaq. O zaman 20 dəfə plusu bassaq praktik yol olmaz. Ona görə də sağ düymə Insert Pages və burada biz artıq səhifə sayını təyin edə bilərik ki, əlavə olunacaq səhifə sayı 20 olsun. Və bir də bu 20 səhifəni hara əlavə edək? Ola bilər ki, 20 səhifə sənədin əvvəlinə əlavə olunsun, sənədin sonuna əlavə olunsun. Spesifik hansı 2 səhifənin arasına və ya 2 qoşu səhifənin arasına da bu əlavə oluna bilər. İndiki halda düşünək ki, elə sənədin sonuna əlavə 20 səhifə artırılmalıdır. Amma yenə də bu siyahının üzərindən keçək. After page, yəni hansı səhifədən sonra? After page 20, yəni 20-ci səhifədən sonra daha bir 20 səhifə əlavə elə. Ola bilər elə bu şəkildə də qalar və OK basdıqdan sonra doğrudan da səhifə sayının 40-a qədər artdığını görmüş olarıq. Ctrl-Z ilə geri qaytara bilərik. Yenə üzərində sağ düymə Insert Pages, başqa hansı variantlarımız var? Before page, yəni hansısa konkret səhifədən əvvəl, tutaq ki, 10-cu səhifədən əvvəl, o zaman götürüb bura 10 yazmaq lazımdır. Bunu sanki bir alqoritm kimi düşünə bilərsiniz də. Bir səhifə əlavə elə, hara əlavə eləmək lazımdır? 10-cu səhifədən əvvələ ya da 10-cu səhifədən sonraya və s. Yəni səhifə əlavə eləmək məntiqi bu. Sağ düyməni bassaq, kontekst menyuda görəcəyimiz növbəti funksiya Move Pages. Burada səhifələr hamısı bir-birinə oxşadığına görə şərti olaraq gəlin belə eləyək. Səhifənin birinə bir düz budağı çəkək. Rəngi də olsun belə bir göy rəng, mavi rəng. Bir dənə də başqa bir səhifə, elə bundan aşağıdakı bir səhifəyə də başqa bir düz budağı çəkək. Bu da olsun hansısa bir çirkli narıncı rəng. Əla.
Gəlin indi belə eləyək. Biz götürək bu növbəti qoşa səhifəni, hansı ki ağda heç bir dizayn yoxdur. Bu qoşa səhifəni bu ikisinin arasında yerləşdirək. Tamamdır. Ona görə də bir dəfə tıkladıq həmin səhifəni. Fikir verirsiniz, hansı səhifəni tıklayırıqsa, avtomatik pages səhifəsində həmin qoşa səhifə ki biz buna spread deyirik. Həmin bu spreadlər aktivləşir. Götürdüm bunu, yəni 6 və 7-ci səhifələr aktivdir. Sağ düymə, move pages. Bunu köçürt, bu səhifənin yerini dəyiş. Hara dəyişək? Bizə isə lazımdır ki, bu mavi səhifənin iştirak elədiyi 2 və 3 nömrəli səhifələrlə, yəni bu qoşa səhifə ilə 4-5-in arasında bunu köçürmək lazımdır. Əla, after page, yəni bu səhifədən sonra, hansı səhifədən sonra lazımdır? 3-cü səhifədən sonra. Ona görə də after page-də bura 3 yaza bilərik. Və necə baş verəcək? Nə baş verəcək? Bizim 6-7 nömrəli, yəni bu ağ qoşa səhifəmiz 3-cü səhifədən sonraya gələcək. OK, bastığımız anda doğrudan da görə bilərik ki, sanki narıncının iştirak elədiyi qoşa səhifə sürüşdü və arasına bu iki səhifə gəldi. Əgər səhifəni yəni qısa məsafəyə daşımaq lazımdırsa, sağ düymə move page, yəni bundansa daha rahat olan variant shiftlə bir yerdə, yəni bir səhifəni seçdim, shiftlə bir yerdə o bir səhifəni seçirəm ki, qoşa səhifə seçilsin, tək-tək yox və onu istədiyim yerə rahatlıqla bu şəkildə daşıya bilərəm. İstədiyim yerə bu şəkildə apara bilərəm. Bu ikisinin arasından mı daşımaq lazımdır? Götürüb bu şəkildə. Yəni bu səhifədən sonra atdığıma görə avtomatik onun ikisinin arasına düşəcək. Amma səhifə sayı çox ola bilər. 500 səhifəli bir kitab dizayn edərsiniz və bir qoşa səhifəni burada heç görülməyəcək dərəcədə uzun bir siyahıda hansısa bir istiqaməti daşımaq lazımdırsa, o zaman əllə deyil də move pages funksiyası ilə bunu reallaşdırmaq olar. Sağ düymə duplicate spread, bir qoşa səhifənin duplikatını çıxartmaq lazımdır. Yenə də elə bu mavi səhifənin iştirak elədiyi qoşa səhifəni götürək. Sağ düymə duplicate spread, avtomatik qoşa səhifənin duplikatı çıxdı. Başqa bir variant da var. Duplicate spread at end of document, yəni sənədin sonuna atsın bunu, əvvəlinə deyil. Diqqətinizi çəkdisə, bizdə əvvəl sol tərəfdə mavi düzbucaqlının iştirak elədiyi səhifə gəldi, sonra boş. Amma sona doğru gedəndə isə avtomatik bir səhifə bizdə həmişə sonda tək qalır. Əgər təbii ki bu belə deyək, cüt səhifədən söhbət gedirsə, tək olsaydı təbii ki burada bir şəriki də olacaqdı, qonşusu olacaqdı. Ona görə nə baş verdi? Bizim yuxarıdakı solda mavinin iştirak elədiyi spread axıra doğru bu şəkildə bir-birindən ayrılmış, parçalanmış şəkildə gəldi. Sağ düyməni basıb delete page elədiyimiz anda da bu səhifələrin seçilmiş səhifələri silmiş olaraq. Yəni bu tək səhifədə ola bilər, qoşa səhifədə ola bilər. Yəni hal-hazırda 2 səhifə seçilidir, sağ düymə. O zaman delete spread, yəni qoşa səhifəni sil. Amma tək səhifəni silmək lazımdır. Üzərində 2 dəfə tıklayaq, əmin olaq ki, həmin səhifə seçilib, sağ düymə və bu dəfə də artıq delete spread əvəzinə delete page funksiyası aktiv olacaq. Səhifəni silməklə bağlı bu context menyuda davam eləyək. Print və s. bunlar bizə hələ ki lazım deyil. Ümumi səhifələri idarə eləməklə bağlı bu. Təbii ki, səhifələri burada biz böyük intervalla seçib onları idarə edə bilərik. Tutaq ki, fikrimizdən daşındıq, 20 səhifə əvəzinə daha kompakt bir çap materialı, çap dizayn materialı hazırlamaq lazım gələcək. Yəni 8 səhifəlik olsa bizə bəs eləyər. O zaman 9-cu səhifəni götürürəm, scroll edirəm aşağı doğru, shift'i basıb saxladım, sonuncu səhifənin üzərində tıkladım, avtomatik bu iki səhifə arasındakı bütün səhifələr aktiv oldu, select olundu, seçildi daha doğrusu. Aşağıdakı zibil qabını da, daha doğrusu onun ikonkasını da tıklamaq kifayət edər ki, belə bir xəbərdar edici səhifə gəlsin ki, yəni bu səhifələri silmək hər bir halda lazımdırmı? Bəli deyib, bütün bu səhifələri biz silə bilərik. Sağ düymə ilə bir daha üzərindən keçək. Hal-hazırda, bəli, hal-hazırda bilməli olduğumuz hələlik ki, bunlar yetərlidir, bu mövzular yetərlidir. Yəqin ki, diqqətinizi çəkib ki, bizim bu səhifə pəncərəsi, pages pəncərəsi vizual olaraq 2 hissədən ibarətdir. Biz isə hal-hazırda ancaq aşağıdakı səhifələrin üzərində işlədik. Yuxarıdakı daha əvvəlki termindən desək, çünki InDesign'ın çox əvvəlki versiyalarında burada master page-dən söhbət gedirdi. İndi parent page-dən, yəni valideyn səhifədən söhbət gedir. Bu niyə valideyn səhifədir? Niyə aşağıdakılar uşaq sayılırlar? Valideynin uşaqlara təsiri nədən ibarətdir? Onu InDesign'ın növbəti dərsində sizinlə müzakirə edərik. O vaxta qədər isə səhifələrin sayı çox olan bir InDesign faylı yaradın və ya səhifə sayı çox olmaya bilər. Bir səhifədən ibarət InDesign faylı yaradın. Ona çox sayılı səhifələr əlavə eləyin. Bu səhifələri çıxın, yerini dəyişin. Bir sözlə Pages səhifəsinin üzərində bəzi eksperimentlər aparın. Biz isə keçək
parent page ilə işləməyə görək o nə işə qulluq edir. Növbəti dərsdə görüşərik.